Demək, yorğunluq nədən olar yuxudan duranda? Əgər insan dərin yuxu yatmırsa, beyni dincəlmirsə, saat 2-dən sonra yatırsa, nədir Yapon alimləri? Deyir, dərin yuxu saat 10 ilə 2 arasındadır. Orada xoşbəxtlik hormonu, melatonin hormonu ifraz olunur və insan rahat olur. 2-dən 5-ə də orta yuxudur. 5-dən sonra heç yatma. İnsanlarımız bu dəqiqə 2-dən sonra yatır hamısı, 3-dən sonra yatır. Deyir, günortadan yatdım, xeyir olmadı. Olmayacaq. Deyilən vaxtda yatın. Bayın deyirəm, mən Hindistandan gəldim. Orada saat 4-də bizi durğuzurdular ki, durun. İnsanın zehninin ən açıq vaxtı 4-dür. Yəni, indi ümumi mahiyyət eynidir. İndi burada yenə deyim, gec yatmaq təsir edir yorğunluğa. Ondan başqa əsəb gərginliyi və insanlar yatmamışdan 2-3 saat əvvəl telefondan uzaqlaşmalıdır, televiziyadan uzaqlaşmalıdır. Əlində telefon yatır, sinəsinə düşür, səhərə qədər də istilik, şua və təbii ki, nə olur? Bu adam yata bilmir, rahat ola bilmir. Gecə neçə dəfə durur, çıxır, xüsusilə də elə yeri gəlmişəm. Prostat vəzinin adenoması olanlar, gecə 10-15 dəfə CD-yə çıxan adamlar, təbii ki, olanın da yuxusu normal olmayacaq. Söhbət cavan adamdan getmir, yaşlı adamlardan gedir. Mütləq həyatda, evladdan şirin bircə dənə şey var, o da yuxudur. Bunu bax, mən deməmişim. Bunu tarixdə Makedoniyalı İskəndərin anası deyib. Həyatda hər şeydən şirin, evladdan şirin yuxudur. Ona görə yuxunuzu yatın, sağlam olun, xoşbəxt olun. Görəcəksiniz ki, əsəb də sakitləşdi, təzyiq də normallaşdı və xoşbəxtliyinizə qovuşdunuz. Çox sağ ol sualına görə.